Deməli, Hadrut komandasında qazimiz də var, Mehman qardaş. İndi Komandanı yaratmaqda məqsədimiz də, yəni necə ki 44 günlük müharibədə, yəni torpaqlarımızı bizə aid olduğunu sübut elədi. İndi də yəni bir komanda yaradaraq o komandanı inşallah hələ ki Azərbaycanda, sonra isə qlobala inşallah qismət olar, bir sponsor olar, biz daha irəliyə gedərik. Hələ ki qərara gəldik ki, yaradaq. Yəni komandanın da Rəşad Babayev adlıdır, xüsusi təyinatlı şəhid. O da mənim bir oğuldur. Hadrutda döyüşüb, Hadrutda ilk ayaq basanlardandır. Yəni o orada ilk addım atdı. Biz də əlimizdən gələn şey odur ki, burada ilk addım atıb onun adını da uza tutmaq, Hadrutun da adını uza tutmaq və nəzərdə satın ki, Hadrutun da Azərbaycan adı Ağoğlandır. Yəni bunu unutmayaq. İnşallah gələcəkdə lap rəsmi olanda Ağoğlan adı ilə bəlkə keçə bilərik.